Təqvimdə həftə sonu efirdə həftəlik studiyada Nadir Şəfiyevdir. Ömrümüzün daha bir həftəsini geridə qoyduq. Bu həftə ərzində də bir həftə keçsə belə nə müharibələr dayandı, nə terror aktları azaldı, nə də düşmənlərimizin ayaq tutub yeriməyə çalışan yalanları səngidir. Bütün bunlar haqqında 45 dəqiqə ərzində danışacağıq. Əsasən verilişimizdə hansı mövzulara toxunacaq? Moldovanın TV7 telekanalının jurnalistinin, Ukraynanın ictimai kanalının müxbiri Tatyana Kozak'ın adı işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edənlərin siyasına yazılıb. Onlar Azərbaycana gəlmək üçün Azərbaycandan yox, işğalçıdan icazə istəyiblər. Hər halda jurnalistlərin hüquq və qanunları bu dərəcədə sərt pozması xoşa gələn hal deyil. 15 ildən sonra Birləşmiş Ştatlarda yenidən qanunlu terror aktı baş verdi. Dünyanı lərzəyə gətirən IŞİD Amerikanı sirkələdi. 49 nəfərin ölümü, 53 nəfərin xəsarət alması ilə nəticələnən hadisə prezidentliyə namizəd Donald Trump üçün göydən düşmə oldu. Çünki o, Ağ Evin hazırki rəhbərliyinin ünvanına sərt bəyanat və ittihamlar səsləndirmək üçün sanki fürsət gözləyirdi. Bu hadisənin müsəlmanlara qarşı olduğunu söyləmək də daha ağla batan görünür. Bu ilin ikinci yarısından etibarən dünyada neft ixracı azalacaq. Amerika Birləşmiş Ştatlarında sutkalıq 140 min, Rusiyada 120 min barel və s. Qəribədir ki, bu proqnozu hasilatın azalması məsələsi ilə heç cür razılaşmayan OPEC verib. Elə isə bu azalmaya səbəb nədir? Bazara siyasi müdaxilə mi, yoxsa ucuz neftin yaratdığı iqtisadi vəziyyət mi? Ortaya bir sual da çıxır. Hasilatın azalması qara qızılın qiymətini artıracaqmı? Uzun müddətdir gözlədiyimiz məqam yetişdi. Formula 1 bolidlərinin sehirli səsi Bakı küçələrini ağuşuna aldı. İlk baxışdan sürət və maraqlı mübarizə təəssüratı bağışlayan bu idman yarışı əslində Azərbaycanın dünyaya növbəti dəfə təsdiq idi. Ən çox tamaşaçı kütləsinə malik olan 3 idman yarışından biri olan Formula 1-in milyonlarla izləyicisi bu dəfə möhtəşəm Bakını izlədi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətlər olan belə tarixlərdən ən önəmlisi 15 iyundur. Tariximizə Milli Qurtuluş günü kimi daxil olan bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün olduqca əzizdir. Beləliklə, başlayaq əvvəlcə həmkarlarımızdan, yəni jurnalistlərin fəaliyyətindən. İnformasiya müharibəsi termini 20-ci əsrin sonlarında, 21-ci əsrin əvvəlində bizim gündəlimizə daxil olsa belə, tam əminliklə söyləmək olar ki, informasiya müharibələri ta qədimdən aparılıb. Tarixi mənbələrdən göstərilir ki, hələ Çingizxan və ondan sonraki fatihlər də hücuma keçməzdən əvvəl hücum etdikləri ərazidə çaxnaşma salmaq üçün, düşmənin düşərgəsində müəyyən çaşqınlıq yaratmaq üçün informasiya mübarizəsi aparırdı. Belə ki, xüsusi cəsuslar xüsusi lazım olan informasiyanı həmin düşərgədə yayırdılar və belə olan halda çaxnaşma, panika düşən halda və yaxud kimlərsə artıq məlumatı bu tərəfə ötürdükdə hücum həmləsi həyata keçirilirdi və qələbə əldə olunurdu. Sadəcə 20-ci əsrin sonunda və 21-ci əsrin əvvəlində bu artıq öz kulminasiya nöqtəsinə çatdı və bu sahədə bizim düşmənlərimiz kifayət qədər böyük təcrübəyə malikdirlər. Hələ ötən əsr ərzində, hətta 19-cu əsrdə Gürcüstanın mütəfəkkiri Çavçavadze ermənilər haqqında yazırdı ki, onlar Gürcüstana gələn xarici nümayəndələri, ələxüsus Fransadan gələn jurnalistləri özləri müşahidə edir, öz yanlarında saxlayırdılar və beləliklə onların beyninə ermənilərin güya ki, fövqal millət olması haqqında təsəvvür yaradırdılar və onlar bu yazılarla, yəni jurnalist olaraq yazılarla ermənilərin əlahidə bir millət olması haqqında Fransada rəy yaradırdılar. Və qeyd edək ki, üstündən 2 əsr keçsə də ermənilərin bu siyasəti heç də dəyişməyib və hal-hazırda da onlar jurnalistləri ələ almaq, onlara lazım gələrsə rüşvət vermək və özləri haqqında lazım olan informasiyanı ölkələrində yaymasına, yəni jurnalistlərin ölkəsində yaymasına şərait yaratmağa çalışırlar. Və bu həftə ərzində üzə çıxan məlumatlar əsasında söyləmək olar ki, daha 2 jurnalist ermənilərin bu fırıldağının
qurban olub. Ukrayna İctimai kanalının müxbiri Tatyana Kozakın adı işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edənlərin siyahısına yazıldı. Dost ölkənin dostu olmayan jurnalisti əzəli torpaqlarımıza səfərini onunla əsaslandırıb ki, münaqişə ilə bağlı ətraflı məlumat toplamaq üçün mütləq Dağlıq Qarabağa səfər etmək lazım imiş. Yaxşı, bəs icazə? Axı Azərbaycana gəlmək üçün başqa ölkəyə yox, Azərbaycana müraciət etməlisən, işğalçıya yox. Jurnalistin qanunsuz hərəkətləri ilə bağlı sorğumuzu cavablandıran Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Stanislav Koval yazır ki, adı qeyd olunan vətəndaş Azərbaycan Respublikasının qanunlarını pozub. Həmçinin Ukrayna Xarici İşlər Nazirliyinin, Ukraynanın Bakıdakı səfirliyinin tövsiyələrini yerinə yetirməyib. İşğalda olan Dağlıq Qarabağ və onlara bitişik olan rayonları səfər etmək üçün Azərbaycan Respublikasının hakimiyyət orqanlarından icazə almağın vacib olması barədə qaydalar həm Ukrayna Xarici İşlər Nazirliyinin, həm də səfirliyin internet səhifəsində yerləşdirilib. Ukraynanın halında da 2 nəfər jurnalistin işğal olunmuş ərazilərə səfəri barədə materiallar verildi. Yəni bizim Ukraynadakı səfirliyimiz də bununla əlaqədar Ukraynanın müvafiq orqanlara müraciət etmişdi. Onu da əlavə etməliyik ki, yəni əksər dövlətlərin, o cümlədən Ukraynanın özünün də Xarici İşlər Nazirliyinin internet saytında bu Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə Ukrayna vətəndaşlarının hər hansı bir qeyri-qanuni səfərlərdən çəkinməsi barədə xəbərdarlıq da vardır. Moldovanın TV7 telekanalının jurnalisti də Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək oradan reportaj hazırlayıb. Ölkəmizin Moldovadakı səfirliyi adı çəkilən televiziyanın rəhbərliyinə müraciət edərək fakt araşdırıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Aziyev deyir ki, telekanal rəsmiləri yaranan vəziyyətə görə üzrxahlıq edib. Süjetin müəllifi Lyuba Maksim kənar şəxslər üçün qapalı olan videolinki onun işğal olunan Azərbaycan ərazilərinə səfərini təşkil edən, Brüsseldə yerləşən Ermənistanın Avropalı Dostları adlı erməni lobbi və diaspor təşkilatına göndərib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın siyasəti arasında uyğunsuzluğu əsas götürən TV7-nin rəhbərliyi video materialı efirə verməkdən imtina edib. Jurnalist isə telekanaldan xaric edilib. Moldovadan olan TV7 Moldovanın televiziyanın çəkiliş qrupu idi və burada erməni yalanı bir daha ifşa olundu. Belə ki, fərdi əsasda televiziyanın müxbiri işğal olunmuş ərazilərə səfər etmişdi və onun hazırladığı material efirə getmədiyi təqdirdə erməni küvləri belə bir xəbər yaymışlar ki, güya Moldova televiziyasında belə bir Azərbaycan işğal olunmuş ərazilərindən reportaj öz əksini tapmışdır. Azərbaycanın Moldovadakı səfirliyinin dərhal müdaxiləsi nəticəsində Moldovanın TV7 kanalının rəhbərliyi və redaksiyası səviyyəsində Azərbaycan tərəfindən buna görə üzr sənildi və bu ümumiyyətlə materialın efirə getmədiyi, hətta bu müxbirin kanaldan xaric edildiyi barəsində məlumat verildi. Moldovanın ölkəmizdəki səfirliyinin əməkdaşı Georgi Luka da sorğumuza cavabında bildirir ki, Moldova hökuməti Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmək üçün yalnız Azərbaycan hakimiyyət orqanlarından icazə almağın lazım olduğu barədə mütəmadi olaraq ölkə ictimaiyyətini məlumatlandırır. Jurnalistin mülahizələri də heç bir halda ölkə mövqeyini nümayiş etdirmir. Azərbaycan küvlərinin də rolunu xüsusilə qeyd etməliyik ki, onlar da bu prosesdə hər zaman lazımi dəstək vermişlər və Azərbaycan obyektivliyinin və yaranmış vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılmasında onların da rolu xüsusilə qeyd edilməlidir. Beləliklə, 2 jurnalist qanunsuz hərəkət etdi. Ermənilər isə informasiya müharibəsində bundan öz xeyrinə istifadə etməyə çalışdılar. Xarici İşlər Nazirliyinin nümayəndəsi deyir ki, bu, müharibədə üstünlüyümüzü ötən hər gün daha da artırır. Biz ingilis dilli informasiya məkanını qeyd edə bilərik ki, burada Azərbaycanın mövqeyini əks etdirən və obyektivliyi, Azərbaycanın mövqeyi əslində obyektiv və ədalətə əsaslanan bir mövqedir və bizim də beynəlxalq küv nümayəndələrimizdən Ermənistan tərəfindən fərqli olaraq Azərbaycanın da beynəlxalq küv nümayəndələrin həmişə xahişimiz ondan ibarətdir ki, yalnız obyektivliyi işıqlandırın. Obyektivlik də işğal və təcavüz qoşunların təmas xəttində mülki Azərbaycan əhalisinə qarşı Ermənistanın həyata keçirdiyi hücumlar və həmlələrdir. Biri də fransız və ispan dilli auditoriyadır ki, yəni burada da kifayət dərəcədə bizim resurslar qoyulmuşdur. Yəni belə ki, ispan dilli auditoriya və ya da fransız dilli auditoriya çatdırılması üçün bütün müharibələrdə döyüş təbii ki, hər iki cəbhədə gedir. Həm informasiya cəbhəsində, həm də ön cəbhədə. Ön cəbhədə ordumuzun gücünə bütün dünya şahid oldu. İnformasiya cəbhəsində də gücümüzü artırmaq üçün hər kəs səfərbər olmalıdır. Tək jurnalistlər, diplomatlar yox, bütün vətəndaşlar. Təəccüb doğuran paradoks ondan ibarətdir ki, hər iki jurnalist elə oxşar problemlərlə rastlaşan dövlətin nümayəndələridir, dövlətlərin nümayəndələridir. Belə ki, biri Ukraynadan gəlib ki, Ukraynanın Donetsk və Lugansk kimi problemləri var, eyni zamanda Krım problemi var. Eyni zamanda digəri Moldovadandır ki, Moldovanın da Dnestryanı problemi var. Hər iki halda separatçılıqla üzləşən dövlət
burada separatçılardan icazə alaraq, yəni Azərbaycanda çəkiliş aparırlar. Açığını deyim ki, mən şəxsən bir jurnalist olaraq, bir Azərbaycanlı olaraq təsəvvürümə gətirə bilmirəm ki, Azərbaycan jurnalisti Ukrayna dövlətinin razılığı olmadan Donetsk vilayətində bir çəkiliş aparsın, bir veriliş hazırlasın və yaxud Moldova hökumətinin razılığını almadan Nestoryanı bölgəyə geçsin. Bir jurnalist olaraq şəxsən mən də bunu etməzdim və bu dövlətin ərazisinə yalnız o dövlətin müvafiq orqanının icazəsini aldıqdan sonra gedərdim. Amma təəssüflər olsun ki, bu jurnalistlər bunu ediblər. Düzdür, yəni hal-hazırda süjetdən də məlum olduğu kimi müvafiq cəzalarını almaq şərti ilə. Və eyni zamanda qeyd edim ki, istər Moldova və Ukraynada, istərsə də Azərbaycanda problemin çözülməsi ilə bağlı yalnız bu dövlətlərin nümayəndələri deyil, eyni zamanda beynəlxalq qüvvələr, xarici qüvvələr məşğuldurlar və hal-hazırda Azərbaycanın ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə də bağlı hər iki dövlətin prezidentlərinin görüşü hazırlanır və bu görüş şimal qonşumuzun ərazisində, Sankt-Peterburqda və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə həyata keçiriləcək və görüşün üzümüzə gələn həftənin birinci günü baş tutması nəzərdə tutulur. Və bu görüşdən nə gözləmək olar? Əslində, bu görüşdən çox şey gözləyirlər və jurnalistlər bu haqda çox yazırlar. Amma şəxsən mən öz fikrimi söyləmək istərdim ki, yəqin ki, bu görüşdə gələcək münasibətlərin müəyyənləşdirilməsi işinə daha çox diqqət yetiriləcək. Belə ki, tərəflər öz mövqeyini yenidən ortaya qoyacaq və bir çox şeylər məhz Ermənistan rəhbərliyinin mövqeyindən asılı olacaq. Yəni, Ermənistan rəhbərliyi obyektiv olaraq, obyektiv əsaslarla öz ordu birləşmələrini geri çəkməyə, Azərbaycan ərazisini işğaldan azad etməyə razılıq verəcəksə, təbii ki, bu istiqamətdə irəliləyiş əldə olunacaq. Yox, yenə də əgər bütün diqqət yalnız nəzarət mexanizmlərinin gücləndirilməsindən gedəcəksə, belə olan halda yalnız bir şeyi diqqətə çatdırmaq olar. Əlbəttə ki, nəzarət mexanizmləri döyüş bölgəsində lazımdır, amma bu nəzarət mexanizmləri Ermənistanla Azərbaycan arasında ola bilər və belə olan halda yalnız iki dövlət arasında beynəlxalq hüquq normaları çərçivəsində müəyyənləşdirilmiş sərhədlər boyu həyata keçirilə bilər ki, nə o dövlətin bizə tərəf keçən həmləsi olsun, nə də bizdən onlara tərəf. Necə olmayıb, bundan sonra da olmayacaq. Və əlbəttə ki, bütün bu görüşlərin işıqlandırılmasında jurnalistlərin xüsusi rolu var və yəqin ki, jurnalistlər bütün bu görüşlər haqqında, əldə olunan razılıqlar haqqında düzgün məlumat verərlərsə və düzgün təhlilləri çap eləyərlərsə, nəşr eləyərlərsə, belə olan halda münaqişələrin də aradan qaldırılması daha asan olar. Amma təəssüflər olsun ki, qonşu dövlət və onların belə deyə çaldığı havanı oynayan bir çox jurnalistlər qeyri-obyektiv məlumatlar verməklə bu münaqişənin aradan qaldırılmasına mane olurlar. Əslində, jurnalistlərin bu cür yanaşması və hətta siyasətçilərin bu cür yanaşması dünyanın müxtəlif bölgələrində özünü bir üzə verir və hər halda baş verən bütün hadisələrdən tərəflər öz maraqları naminə istifadə etməyə çalışırlar. Bunu hətta Amerika Birləşmiş Ştatlarında ötən həftə baş vermiş faciə haqqında da demək olar. Çünki bu faciədə onlarla insan həlak olsa və daha onlarla insan yaralansa belə, bəzi siyasətçilər bundan da öz PR-ı naminə istifadə etməyə çalışır. Amerika Birləşmiş Ştatlarında 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ən qanlı kütləvi qətliam törədildi. Florida ştatının Orlando şəhərindəki gecə klubuna edilən silahlı hücumla 49 nəfərin həyatına son qoyuldu. 53 nəfər yaralandı. İnsanlara ateş açan Əfqan əsilli 29 yaşlı Amerika Birləşmiş Ştatları vətəndaşı Ömər Mətin isə öldürüldü. Birləşmiş Ştatlar tarixində ən pis qətliam adını alan hadisəni terrorçu IŞİD təşkilatı alqışladı. Bundan sonra ölkənin Federal Tədqiqatlar Bürosu Ömərin də IŞİDin üzvü olmasına dair məlumat yaydı. Bəzi iddialara görə IŞİD Amerika və Qərb dairələrinin layihəsidir. Əgər belədirsə, qruplaşmanın Birləşmiş Ştatlarda terror törətməsi nə ilə bağlıdır? İndi özündən yayındırmaq üçün kiməsə yönəldirlər. Yəni, bu cür işlər olunca demək ki, bunu Amerika yaradıb, indi kiməsə qarşı cəfəngahdır. Onlar indi bunu yaradıb özünü zərbə altına qoymaq üçün yox ki. Daha çox, belə deyək, psixiki problemi olan
insanın hərəkatına bənzəyir. Və yəni bu Amerikada orada silah get, avtomatı al gələn, gir kimi istəyirsən. Birinci mi belə bir güllələmək? Başdan xarab və terrora meyilli insanları zərərsizləşdirib, lazımdırsa hökumətə təhvil verməklə bağlı səylər göstərmədiyi halda təbii təzyiq icmanın tam şəkildə üstünə gələcək. Cinayəti törədən 29 yaşlı Ömər Mətin 9 il beynəlxalq mühafizə şirkətlərindən birində çalışıb. O, New Yorkda Əfqan əsilli ailədə dünyaya gəlib. 2 dəfə evli olub. Xanımlarının iddialarına görə psixoloji problemlərdən əziyyət çəkib. Aparılan istintaq işi zamanı onun həyat yoldaşı Nur da dindirilib. Məlum olub ki, qadın hadisədən əvvəl Öməri istəyindən döndərməyə çalışıb. Hətta onunla birlikdə həmin gecə klubuna da gedib. Cinayətkarın atası Mir Siddiq də danışdı. O, oğlunun terrorçularla əlaqəsinə inanmadığını bildirdi. Üzr istəməyə hazır olduğunu da dedi. Həmçinin qeyd etdi ki, baş verənlərin İslam dini ilə əlaqəsi yoxdur. Siddiq Mətin Taliban terror qruplaşmasına rəğbət göstərməsi ilə tanınır. O, ötən il Əfqanistanda keçirilən prezident seçkilərində namizədliyini də irəli sürüb. Amerikada baş verən hadisəni IŞİD-in rəhbəri Bağdadinin qisası kimi dəyərləndirənlər də oldu. Koalisiya qüvvələrinin hava hücumu vasitəsilə terrorçunun artıq sayı bəlli olmayan qədər məhv edilməsi xəbəri terror olayından sonra açıqlandı. Orlandoda yaşanan insidentlə əlaqədar ölkədə 3 günlük matəm elan edildi. Prezident Barack Obama bəyan etdi ki, hadisənin terror və nifrət aktı olduğunu söyləməyə əsas var. Ağ Ev rəhbəri qeyd etdi ki, Orlandoda baş verən hadisə Birləşmiş Ştatlar vətəndaşı tərəfindən törədildi və bu məsələdə hakimiyyət müsəlman vətəndaşlarının diskriminasiyasına yol verməyəcək. Biz Amerikalı müsəlmanlara necə davranmalıyıq? Onları xüsusi nəzarətdə mi saxlamalıyıq? Bu bizim demokratiya ideyalarımızı əks etdirmir. Bu terrorçuların xeyrinədir. Mən buna yol vermərəm. Sabiq dövlət katibi, demokratların prezidentliyə namizədə Hillary Clinton isə Amerikalıların terrorizmə qarşı mübarizədə müsəlmanlarla birgə işləməli olduqlarını bildirdi. Xanım Clinton təhlükəyə qarşı mübarizədə yardım etmək üçün Amerika Birləşmiş Ştatlarında yaşayan müsəlmanlara çağırış da etdi. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump'ın məsələyə münasibəti daha kəskin oldu. Absurd olsa da o, müsəlmanların Birləşmiş Ştatlara buraxılmasına qarşı çıxdı. Trump'ın sözlərinə görə bu hadisə son yox, başlanğıcdır. Ölkə rəhbərliyini zəif və səriştəsiz adlandıran milyonçu bildirdi ki, belə hadisələrə qarşı hər zaman sərt olmaq lazımdır. Bu zaman sual yaranır. Məlum terror aktından sonra Birləşmiş Ştatlarda müsəlmanlara qarşı münasibət daha da pisləşə bilərmi? Düşünmürəm, bu şəkildə, o dediyi şəkildə yox. Ancaq bu hadisələr davam olduğu halda təbii Amerika cəmiyyətində müsəlmanlara qarşı negativ hisslər güclənəcək. Əslində bu hadisənin arxasında müsəlmanları sevməyən qüvvələrin olduğunu demək daha ağla batan versiyadır. Çünki terror aktını qəsdən həyata keçirməklə Amerika cəmiyyətində müsəlmanlara nifrət bəslənilməsinə səy göstərilir. Təsadüfi deyil ki, Qərb ölkələrində vüsət alan İslam əleyhinə aksiyaların Amerikada da baş qaldırıb genişlənməsinə cəhdlər edilir. Burada deyirlər ki, iman bir yerə gedir, güman min yerə. Təbii ki, ekspertimizin də dediyi kimi, bəlkə də bir xəstə insanın həyata keçirdiyi terror aktı son nəticədə bu cür fərziyyələr irəli sürməyə imkan verir ki, hal-hazırda müxtəlif insanlar, müxtəlif fərziyələr irəli sürürlər və əlbəttə ki, İslam əleyhinə həmişə öz çıxışları ilə fərqlənən siyasətçilər bunu məhz İslama doğru İslamçıların həyata keçirdiyi bir terror aktı kimi qələmə verirlər və təbii ki, bundan İslamcılara qarşı və bütövlükdə müsəlmanlara qarşı istifadə etməyə çalışırlar. Bir məsələ də var ki, onu gündəmə gətirmirlər. Bu terror aktı bir bar qarşısında və barda içəridə həyata keçirilib və bununla bağlı məlumatı nədənsə verməyə ya çəkinirlər, ya hətta jurnalist həmkarlarımız da o qədər də geniş yaymırlar. Bu terror aktı, mən elə olduğu kimi deyəcəm sözü, yəni mavilərin toplaşdığı bir barda baş verir və belə olan halda hətta
bir sıra Rusiya, bir neçə Avropa ölkəsində olan tanınmış şəxslər belə həmin o kampaniyaya, yəni onların əvəzində biz ola bilərdik kampaniyasına yox deyiblər. Çünki yəni bunlar bu kişilər yazırlar ki, biz orada ola bilməzdik. Çünki orada olanlar başqa orientasiyada olan insanlar idi. Yəni bu da faktlardan biridir. Bəlkə də sadəcə olaraq psixoloji cəhətdən bu cür insanları qəbul etməyən şəxs olaraq həmin insan bu terror aktını törədib. İstənilən halda əlbəttə ki, bu qınanılası bir şeydir və bu cür terror aktlarını törədən şəxslər mən deyərdim ki, insanlıqdan kənar şəxslərdir. Amma bundan istifadə edən şəxslərə də haqq qazandırmaq olmur. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında siyasətdə məxsusi olaraq prezident seçkiləri zamanı bir çox ifadələr səsləndirilir və bu ifadələri səsləndirən adamlar dünyada baş verən hadisələrdən də öz mənafeyi və öz dövlətinin mənafeyi üçün istifadə etməyə çalışır. Təsadüfi deyil ki, məhz Amerika Birləşmiş Ştatlardan və daha bir neçə ölkədən gələn belə bir ifadə var ki, bizim daimi dostlarımız yox, yalnız daimi maraqlarımız var və maraq çərçivəsində şübhəsiz ki, neft və onun ətrafında cərəyan edən hadisələr də var. Və hal-hazırda dünyada neftin qiyməti bir qədər qalxsa da son günlər ərzində yenidən düşməyə başlayıb. Bu nə ilə bağlıdır? Buna ekspertlərimiz cavab verməyə çalışıb. Biz isə ondan sonra öz fikirlərimizi söyləyəcəyik. Neft ixrac edən ölkələrin böyük hissəsini özündə cəmləyən təşkilat OPEC növbəti proqnozunu açıqladı. Proqnoza görə bu ilin ikinci yarısında OPEC-ə üzv olmayan ölkələrdən neft nəqli sutkada 140 min barel azalacaq. Bundan başqa Amerika Birləşmiş Ştatlarında sutkalıq hasilat 150 min barel, Rusiyada isə 120 min barel enəcək. Amma dünya üzrə nefti olan tələbat sutkada 1 milyon 200 min barel artacaq. Əslində bu proqnozun məhz OPEC tərəfindən verilməsi bir qədər qəribə görünür. Çünki qara qızılın qiymətlərindəki kəskin enmələrdən sonra təşkilat hasilatının azaldılması ilə bağlı təkliflərə sanki əhəmiyyət vermirdi. Bununla bağlı qızğın mübahisələr nəticəsiz başa çatmışdı. OPEC-in iyunun 2-sində Viyanada keçirilən görüşündə də bir qərar hasil edilmədi. Maraqlıdır, əgər indi OPEC-in proqnozlaşdırdığı kimi hasilat azalacaqdırsa, onda həmin təkliflər, müzakirələr nəyə lazım idi? Ekspert İlham Şabanın fikrincə indi hasilatın azalması nəinki OPEC-in, ümumiyyətlə heç bir təşkilatın mövqeyindən, hər hansı siyasi qərardan, bəyanatdan asılı olmayaraq baş verəcək. Çünki indi əksər neft şirkətləri ucuz neft qiymətləri fonunda investisiya xərclərini azaldıblar. Onlar istismar xərclərini deyil, əsaslı kapital qoyuluşunu kifayət qədər azaldıblar. 2 dəfə, hətta 3 dəfə bax bu xərcləri azaltmaq yolunu tutan şirkətlər var. Əks təqdirdə sadəcə onlar neftin 110 dollardan 30 dollar səviyyəsinə qədər düşməsində bazarda qala bilməzdilər. Və nəticədə bir qədər keçəndən sonra bu özünü hasilatda göstərməli idi. Beləliklə, iri neft şirkətlərinin xərclərinin ixtisarı fonunda hasilat azalmağa başlayıb. Ortada real rəqəmlər də var, xüsusən də bazara ən çox təsir edən ölkələrdə. Bu azalma artıq 2016-cı ilin əvvəlində əsasən Amerika Birləşmiş Ştatlarında, yəni 200 min barel azalma bir neçə ayın içərisində baş verdi. Mart ayında Rusiya kimi dünyanın birinci neft hasilatçısı 10,8 milyon barel neft hasil edirdi. Artıq ilin ikinci yarısından bu ölkədə də 200 min barel ilin sonuna neft hasilatının azalması, hətta 200 min bareldən də aşağı neft hasilatının azalması müşahidə olunacaq. O cümlədən bir sıra ölkələrdə bu baş verir. Yəni bu sırf neftin iqtisadiyyatı ilə bağlı olan məsələdir. Növbəti sual meydana çıxır. Hasilatın azalması qiymətləri artıracaqmı? Axı uzun müddətli neftin aşağı qiymətlərindən narahat olan ölkələr hesab edirdi ki, hasilat azalsa neftin qiyməti əvvəlki səviyyəyə yüksələr. Müsahibim isə belə hesab etmir. Amerika Birləşmiş Ştatlarında şist neft istehsalçıları onlar təqribən 2 həftə vaxt lazımdır ki, hasilatı bərpa etsinlər. Bu bir faktordur. İkinci faktor ondan ibarətdir ki, tələblə təklif arasında olan o uyğunsuzluq hələ də bazarda hökm sürür. Və 1,5 milyon barel gündəlik artıq neft var. Onun sahibləri gözləyirlər ki, bazarda yaxşı qiymət olan kimi o nefti çıxarıb təklif etsinlər.
Beləliklə, bu il hasilatın azalması fonunda qiymətlərdə müəyyən artım gözlənilsə də, bazar oyunçularının müdaxiləsi nəticəsində bu sabit xarakter daşımayacaq. İlin ikinci yarısında neftin qiyməti artıma doğru gedəcək. Ancaq neftin qiymətləri arasındakı, yəni ən yüksək və ən aşağı qiymətlər arasında o fərq də çox böyük olacaq. Məsəl üçün, yanvar ayının 20-sində neft Brent markalı neft 27 dollara can düşmüşdü. 9 iyunda isə 52-86, yəni bu həddə çatmışdı. İndi isə görün, cəmi cümlətənin 6 sessiya ərzində 47-yə qədər yenidən öz dəyərini itirdi. Bir sözlə, bazarda və ən əsası bazardan kənarda baş verən proseslər o qədər mürəkkəbdir ki, heç bir proqnoz qara qızılın gələcək dəyərini dəqiq ifadə edə bilmir. Dəqiq bilinən odur ki, texnologiya nə qədər inkişaf etsə də dünyanın bu təbii məhsula ehtiyacı hələ də aktualdır. Bu il müxtəlif qiymətləri müşahidə edəcəyik. Dəyişməyənsə neftin strateji əhəmiyyətidir. Bəli, neftin və bütövlükdə enerji daşıyıcılarının strateji əhəmiyyəti heç vaxt azalmır və proqnozlara görə ən azı yaxın 35-40 il ərzində hələ o öz əhəmiyyətini azaltmayacaq. Və belə olan halda nə söyləmək olar? Hal-hazırda da ekspertlər onu bildirirlər ki, neftin qiymətinin ucuzlaşması daha çox iqtisadi amillər yox, siyasi amillərlə bağlıdır. Çünki tələb və təklif arasında elə bir təzad yaranmamışdı ki, qiymət bu cür sürətlə düşsün. Yəni bildiyimiz kimi, ötən ilin təqribən elə bu vaxtlarında neftin qiyməti 100 dollardan yuxarı olduğu halda artıq ilin sonunda neftin qiyməti ekspertimizin də bildirdiyi kimi təqribən 26-27 dollara düşmüşdü ki, bu da artıq faciəvi hədd kimi qiymətləndirilirdi. Və sonradan bunun kəskin artımı oldu. Amma bu artımın da çox davam etməyəcəyi söylənilir. Nəyə görə onu da qeyd edək. Hal-hazırda bütün mütəxəssislər qeyd edirlər ki, 50 dollardan yüksək olan qiymət şist neftinin bazara çıxarılmasını labüd edir və belə olan halda şist neftini əldə edən şəxslər qazanc da əldə edə bilərlər. Çünki şist neftinin maya dəyəri kifayət qədər bahadır. Yəni elə belə neftdən baha olduğuna görə o yalnız 50 dollardan yüksək olan qiymətdə, bazarda olan qiymətdə bundan istifadə etmək gəlir gətirir. Və beləliklə söyləmək olar ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji daşıyıcıları sahəsində iqtisadiyyatla yanaşı siyasət əsas amillərdən biridir və məhz siyasi maraqlar bu qiymətlərin formalaşmasına və qiymətlərin dəyişməsinə təsir edir. Amma o halda ki, bunu dünyanın qlobal oyunçuları istəyir. Beləliklə, söhbətimizi davam edirik və neft mövzusundan başqa mövzuya keçək. Doğrudur, burada da neft var. Nəyə görə? Çünki biz Formula 1 haqqında danışacağıq və Formula 1 haqqında danışanda əlbəttə ki, neftdən hasil edilib əldə olunan benzindən istifadə olunur. Amma bu, deyərdim ki, neftdən bir qədər uzaqdır. Soruşmaq olar ki, nəyə görə Formula 1 haqqında danışanda məhz siyasi mövzu kimi müzakirə olunur. Artıq sübut olunub ki, dünyada siyasətin təsir etmədiyi bir sahə qalmayıb. O cümlədən də idman. Məhz idmana siyasətin təsiri kimi qiymətləndirilir ki, hal-hazırda Rusiyanın yüngül atletika yığması bütövlükdə Rio 2016 olimpiyadasına buraxılmadı və bütövlükdə yüngül atletika üzrə Rusiya yığmasının bir nəfər də olsun idmançısı Rio 2016-da iştirak edə bilməyəcək. Və burada Rusiyanın istər siyasi, istərsə də idman dairələri hesab edirlər ki, birbaşa siyasətin əli var. Nəyə görə? Çünki bir neçə idmançının doping testi müsbət nəticə versə belə, bəziləri heç yoxlanılmayıb, digərləri yoxlanılıb, amma onların dopingdən istifadə etməsi sübuta yetirilməyib. Buna baxmayaraq bütövlükdə komanda idmana buraxılmayıb, bu yarışa buraxılmayıb. Azərbaycan isə dünya yarışlarında öz yerini tutur. Həm idmançıları ilə, həm də bu yarışları təşkil etməklə. O cümlədən Formula 1-ə ev sahibliyi etməklə Azərbaycan dünyada cəmi bir neçə ölkənin həyata keçirdiyi bir layihəni həyata keçirməyə qadir olduğunu bir daha sübut etdi.
Azərbaycan paytaxtı Bakı Formula 1 üzrə dünya çempionatının ən maraqlı mərhələlərindən birinə, Avropa Grand Prix-sinə ev sahibliyi edir. Əldə olunan razılaşmaya əsasən yarışlar ən azı 5 il davam edəcək və hər yay ölkəmiz dünyanın bir nömrəli avtomobil marafonunun keçirilmə məkanlarından olacaq. Yarışın necə təşkil olunacağı və qonaqların nə dərəcədə məmnun qalacağı kimi məsələlər Azərbaycanı qətiyyən qorxutmur. Çünki bu cür mötəbər idman yarışları və ümumilikdə beynəlxalq səviyyəli tədbirlərin təşkili ölkəmiz üçün adi hala çevrilib və Azərbaycan daim təşkilatçılıq məsələlərində dünyanın ən yaxşılarından olduğunu sübut edib. İndiyədək müxtəlif idman növlərində dünya və Avropa çempionatları, Grand Prix yarışları ən yüksək standartlara uyğun şəkildə təşkil edilib. Son bir ildə Bakı bir neçə mötəbər turnirlərə ev sahibliyi edib. Tarixdə ilk dəfə keçirilən Avropa oyunları Olimpiya yarışları səviyyəsində reallaşıb. Bütün dünya 17 gün ərzində Bakıda əvəzsiz bir idman bayramını izləyib. Bununla yanaşı 17 yaşadək futbolçuların Avropa çempionatı, batut gimnastikası üzrə Dünya Kuboku və digər yarışlar yüksək səviyyədə keçirilib. Formula 1 yarışlarına gəlincə, xüsusi olaraq inşa olunan Bakı şəhər halqası Formula 1 təqviminə ən yeni əlavədir. Bolidlərin Bakının göz oxşayan mərkəzi küçələrindən keçməsi ilə dünyaya paytaxtımızdan 3 mesaj göndərildi: sürət, çağırış və cazibə. Bu amillər Bakı şəhər halqasını tam simvolizə edir. Formula 1-in önəmi çox böyükdür. Yəni siz gördüyünüz kimi trakın üzərində olacaq elə o brendlər, Rolex'dir, Fly Emirates və s. DHL-dir, Pirelli'dir. Bunlar hamısı dünyada məşhur olan və ən varlı, ən böyük brendlərdir. Yəni onların artıq Azərbaycanda olması, yəni onlara baxacaq insanların investisiya axını deməkdir. Digər tərəfdən bu həm təbliğat baxımından bizim üçün çox böyük şeydir. Çünki Formula 1-i 500 milyon insan izləyir il ərzində və bizim yarışı canlı yayımda göstərəcəklər. Yəni bu bütün gördüyünüz bu yarış təsnifat mərhələsini və yarışın özünü saat yarım ərzində, yəni hər gün canlı yayımda bütün dünya görəcək. Yəni bu təbliğat baxımından Azərbaycan üçün verilən çox gözəl bir fürsətdir. Bu da o deməkdir ki, Azərbaycan artıq adi ölkədən Formula 1-ə ev sahibliyinin ölkələrin siyahısına qatılacaq. Yarışı 190 ölkədən milyonlarla tamaşaçı izləyir. Bununla da bütün dünya Bakının tarixi və müasir görkəminə şahid olur. Elə dünya ulduzları olan Formula 1 iştirakçıları da paytaxtımıza heyran qalıblar. Fikrimcə, çox möhtəşəm iş görülüb. Yeni mədəniyyətlər haqqında məlumat almağı çox sevirəm. Bakı möhtəşəm şəhərdir. Yarışın Bakıda keçirilməsindən çox məmnunam. Azərbaycanda ilk dəfə yaxşı bir ölkə, mehriban insanlar və şəhərin mərkəzində yürüyüş trası ilə tanış oldum. Eşitdiyimə görə bu trasın düz hissələri daha uzundur. Başqa şəhər trasları ilə müqayisədə orada ötmələrin sayı daha çox ola bilər. Mübarizəni izləmək üçün Bakıya 11 mindən çox turist gəlib. Əcnəbilər də paytaxtımıza heyran qalaraq yarışın təşkilatçılığının yüksək səviyyədə olduğunu deyiblər. Bakı çox gözəldir. Mən Qobustan, İsmayıllı, Laxıc və Şahdağı da gəzmişəm. Həzz aldım şəhərinizdən. Hər şey çox qəşəngdir. Fantastik şəhəriniz var. Bakının qədimliyi, eyni zamanda müasirliklə vəhdəti daha çox diqqətimi çəkdi. Təmizliyi, yaşıllıqların, ağacların gözəlliyi məni vali elədi. Ən əsası da insanlarınız. Sürət bolidlərinin yarışı dünya gündəmində də əsas müzakirə mövzusu olub. Aparıcı media orqanlarında işıqlandırılan materiallar Formula 1-in önəmini bir daha sübut edir. Elə yarışı işıqlandırmaq üçün Bakıya gələn jurnalistlər də təşkilatçılıqdan məmnun olublar. Mən Formula 1 yarışlarını bütün dünya üzrə izləyirəm. İlk dəfədir Bakıdayam. Burada bizim rahat işləməyimiz üçün yaxşı şərait var. Bu trek digərlərindən fərqlidir. Formula 1 bütün dünyada yayımlanan idman yarışıdır. Yarışı başqa ölkələrdə izləyən insanlar Bakının bu gözəlliklərini gördükdən sonra bura gəlməyə can atacaq. Bu yarış sayəsində Bakı treki dünyanın ən sürətlisi adını qazanır. Grand Prix zamanı bolidlər saatda 351 km sürətlə hərəkət ediblər.
Bizim trek çox maraqlı qurulubdur və bunun arxitektoru olan Herman Tilke də dəfələrlə demişdi ki, bizə verilən konfigurasiyalardan ən çətinini, ən maraqlısını seçmişik. Çünki gördüyünüz kimi həm uzun hissəsi var, o Formula 1 bolidinin yüksək sürət qatacağı bu bulvar ərazi zona var. Digər tərəfdən Qoşa qalanın ətrafında, yəni içəri şəhərin ətrafında dolanırıq biz. Biz həm içəri şəhəri göstəririk dünyaya, həm yeni tikililərimizi, bu alov güllələrini göstəririk, həm bulvar ətrafı zonanı. Digər tərəfdən Neftçilər prospektində bolidlərin üz-üzə gələcəyi o zona var. O da çox maraqlıdır əslində. Beləliklə, Formula 1 yarışlarını Azərbaycanda keçirməklə bir neçə məqsədə nail olundu. İlk növbədə Azərbaycan növbəti dəfə müsbət imiclə dünyaya tanıdıldı. Xarici turistlərin ölkəmizə cəlb edilməsi üçün uğurlu yarışma təşkil edildi. Bahalı bir turnirin Azərbaycanda keçirilməsi onun inkişaf etmiş ölkələr siyasında olduğunu nümayiş etdirdi və son illər aparılan tikinti quruculuq işləri ilə Bakının müasirliyi və qədimliyi dünyaya çatdırıldı. Nəhayət, Azərbaycan növbəti dəfə idman ölkəsi kimi tanıdıldı. Azərbaycan bu sınaqdan da uzaq çıxmaqla nəinki Avropa, hətta bütün dünyaya bir daha inkişaf səviyyəsinə və təşkilatçılıq bacarığını isbatladı. Şübhəsiz ki, bu idman yarışının Azərbaycanda keçirilməsi bizi üçün çox böyük önəm kəsb edir və idmanın siyasətlə bağlı olmasını sübut edən daha bir amili diqqətinizə çatdırmaq istəyirəm. Bu amil nə ilə bağlıdır? Artıq bir məsələ həqiqətdir. Azərbaycanın müvafiq qurumları iki möhtəbər yarışda bu günlərdə təmsil olunur. Yəni, Azərbaycanın Sokar Azərbaycan brendi Fransada keçirilən Avropa çempionatının sponsorlarından biri olaraq bütün oyunlarda öz əksini tapıb və eyni zamanda Azərbaycan özü, Azərbaycanın paytaxtı Bakı dünya miqyaslı Formula 1 yarışına ev sahibliyi edir. Və maraqlısı odur ki, hər iki yarışa qarşı, hər iki hala qarşı ən yüksək şəkildə əks PR kampaniyası aparan, qara PR kampaniyası aparan bizim düşmənlərimiz, ermənilərdir. Və təəssüflər olsun ki, ermənilərin dəyirmanına su tökənlər də tapılır. Və belə olan halda Formula 1 haqqında danışım. Ömrünün 5 ilini xaricdə yaşamış bir insan kimi inanın ki, bugün də dünyanın əksər ölkələrində Azərbaycanlıların əsl simasını tanımaq üçün kifayət qədər iş görmək məcburiyyətindəyik və bunu edirik. Çünki bugünün özündə də xarici vətəndaşlara Azərbaycan haqqında obyektiv məlumatı verəndə onların əksəriyyəti buna inanmırlar. Çünki onlar təsəvvür edə bilmirlər. Çünki erməni mətbuatı, erməni təbliğat maşını o dərəcədə güclü işləyir və o dərəcədə uzun müddətdir işləyir ki, bunu dəyişmək üçün dövlət səviyyəsində və vətəndaşlar səviyyəsində Azərbaycan tərəfindən çoxlu sayda iş görülür. Və hal-hazırda bizim bu vəziyyətimiz o qədər də acınacaqlı olmasa belə, yenə də Azərbaycanın əsl simasını tanıtmaq üçün bu cür yarışlardan, bu cür toplantılardan iştirak etmək lazımdır. Amma onları həyata keçirmək üçün də təbii ki, vəsait lazımdır və bu vəsaitin əldə olunmasını Azərbaycanın müstəqil siyasəti, müstəqil dövlət olaraq həyata keçirdiyi müstəqil siyasət sayəsində əldə olunan vəsait imkan verir. Və bu da Azərbaycanın 91-ci ildə de jure və 93-cü ildə de facto müstəqilliyinin təməlinin qoyulması ilə həyata keçirilib ki, bu həftə ərzində də həmin o de facto müstəqilliyin təməlinin qoyulmasının növbəti il dönümüdür. Tarih elə gətirmişdi ki, müstəqilliyimizin ilk illəri 1992-93-cü illər müasir tariximizə hərc-məclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil oldu. O dövrki iqtidarın səriştəsizliyi ucubatından ölkədə ictimai həyatın bütün sahələrində xaos baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü isə gündən-günə güclənirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtki iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ölkənin cənubunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr Talış Muğan Respublikası elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkən verilirdi. Gəncədə isə qardaş qanı töküldü. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi astanasındaydı. Xalqın arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
O zaman bütün ölkə vətəndaşlarının nəzəri Naxçıvana yönəldi. Vətənin belə ağır günündə xalq milli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Hər kəs Ulu Öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Xalq təkidlə öz rəhbərini çağırdı. O isə xalqın səsinə səs verdi və gəldi. ...1993-cü il iyunun 12-sində Azərbaycan xalqı öz xilaskarını böyük coşqu ilə qarşıladı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Qısa zamanda ölkənin ictimai, siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Tezliklə separatçıların Respublikanı parçalamaq kimi məkirli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəhbədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının, həmçinin vətəndaş müharibəsinin qarşısı alındı. Bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bir sözlə, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Bu tarixi qayıdış sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu idi. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bəli, 1993-cü il 15 iyun xalqımızın mübarizələrlə dolu yeni tarixinə, yeni eranın başlanğıcı kimi daxil oldu. Bu həm də müasir dövlətçiliyimizin başlanğıcı oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə Qoca Qafqazın bu bölgəsinə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın 21-ci əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağırlı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-diri mübarizəsinin tarixidir. Qurtuluşumuz mübarək. Həmin vaxt hakimiyyətə gələn Heydər Əliyev belə bir ifadə işlətdi ki, ömrümün qalan hissəsini də xalqıma qurban verəcəm və o doğrudan da belə elədi. Ömrünün son gününə qədər xalqına xidmət etdi. Təqribən 2 il ərzində ölkəmizdə gedən tənəzzülün qarşısını aldı. Ölkəmizin dağılmasına doğru aparılan səylərin qarşısını aldı və nəticədə Azərbaycanı monolit dövlət kimi qoruyub saxlaya bildi. Və bundan sonra o Azərbaycanın iqtisadi inkişafının təməlini qoymaq üçün danışıqlar aparır və bunların həyata keçirilməsinə nail oldu. Və nəticədə məhz Heydər Əliyev belə bir ifadə işlətdi. Ulu Öndərin o ifadəsi heç kimin yaddaşından silinmir. Azərbaycan dünyaya günəş kimi doğacaq. Həmin vaxt o bu ifadəni deyəndə yəqin ki, çoxları təsəvvür edə bilmirdi ki, Azərbaycan doğrudan da yalnız Qafqazın deyil, dünyanın parlayan günəşinə çevrilə bilər. Baxmayaraq ki, Azərbaycanın bu günə kimi 20% torpağı işğal altındadır. Baxmayaraq ki, Azərbaycanın bu günə qədər 1 milyondan da artıq qaçqını və məcburi köçkünü var. Lakin Azərbaycan dünyaya günəş kimi doğub. Azərbaycan dünyanın bütün ölkələrində artıq tanınır. Azərbaycan dünyanın müxtəlif ölkələrindən istər idmançı, istər siyasətçi, istər iqtisadçı, istər tanınmış şəxslər, mədəniyyət xadimlərini qəbul edir. Çox böyük və möhtəbər tədbirləri həyata keçirə bilir. Və bunların hamısının təməli həmin vaxt 1993-cü ildə iyunun 15-dən sonra qoyulmağa başlandı və hal-hazırda da bizim hər birimiz məhz onun bəhrəsini görürük. Allah Ulu Öndərə rəhmət eləsin. Allah Azərbaycanı qorusun. Sağ olun.